Salam. Aleyküm salam Ürəyim. E, Sənin üçün buradayam, nə lazımdırsa deyə bilərsən. Hər hansı sualı Başa mövzuya düşdüm, dair. vaxtımız azdır, vaxtımız azdır. Usul-i Kafi şiələrin kitabıdır, elə deyilmi? Bəli, tam olaraq düz başa düşmüsən. Usul-i Usul al. Kafi, Usul-i Kafi şiə dünyasında necədir? Yəni necə kitab olaraq bilinir? Əslində Usul al-Kafi Şiə dünyasında çox mühüm və ən etibarlı hədis mənbələrindən biri hesab olunur. Onu yazan hansı alimdir? Bəli, tamamilə. Usul al-Kafi Şiə təliminin əsas etiqadi və hədis qaynaqlarından biri sayılır. Şiə alimləri üçün bu iman Kitabın və müəllifi kimdir? Kitabın müəllifi kimdir? Kitabın müəllifi Məhəmməd ibn Yaqub Əl-Kuleyni. Kuleyni. Bəli. Onun neçə kitabı var? Bəli, Məhəmməd ibn Yaqub Əl-Kuleyni 9-cu əsrdə yaşamış bir böyük şiə alimi idi. Neçə kitabı var? Əslində o kitab tam olaraq 3 hissədən ibarətdir. Birincisi Usul al-Kafi. Bu iman, etiqad və dini əsaslarla bağlı rəvayət. Neçə cildlidir? Bəli, dəqiq. Yəni kitabın ikinci hissəsi fiqh və gündəlik ibadətlə bağlı hökmləri əhatə edir. Üçüncüsü isə müxtəlif rəvayət və nəsihətlərdən ibarətdir. Usul-i Kafinin birinci cildli olan kitabı səhihdir yoxsa yox şiə dünyasına görə? Əslində Usul al-Kafi Şiə dünyasında çox etibarlı sayılır. Əgər Amma bir bəzən bir şiə onu inkar eləyə bilər, bir şiə, sıravi bir şiə o hədis kitabını inkar eləyə bilər yoxsa yox? Bəli, tam olaraq mümkündür. Şiə alimləri arasında belə bir fikir ayrılığı ola bilər. Hər hədisin səhhəti mövzusunda fərqli qiymətləndirmə. Amma mən sənə bir söz deyim, Usul-i Kafidə birinci cilddə bildiyimə görə Mehdi Aleyhisselam bu kitabı oxumuşdu və doğru olaraq bilmişdi. Bu kitabda heç bir əyrilik yer almamışdı, hədislər deyir. Ön sözü oxumusan da xəbərin var Usul-i Kafi birinci cilddə. Bəli, razıyam Ürəyim. Həqiqətən də bir çox mənbələrdə deyilir ki, Usul al-Kafinin birinci hissəsində hədislərin səhihliyinə xüsusi diqqət yetirilib və Mehdi də bu kitabı təsdiqlədiyi deyilir. Əlbəttə, bu Şiə inancında kitabın xüsusi yerini vurğulayır. İndi bu şiə bunu oxuyub inkar eləyə bilər. Bəli, mümkündür. Hətta o kitabın birinci cildini oxusa da, hər bir Şiə alim fərdi olaraq bəzi hədisləri fərqli qiymətləndirə, onların səhhətinə şübhə ilə yanaşa bilər. Axı uyğun gəlmir axı Mehdi Aleyhisselam bu kitabı oxuyub deyib doğru kitabdır. O alim inkar eləsin də, amma Mehdi Aleyhisselamın sözünü götürəcəyik biz, yoxsa alimin sözünü götürəcəyik biz? Bəli, anlayıram fikrini. Əslində məhz buna görə də Usul al-Kafi Şiə dünyasında çox dəyərli sayılır. Mehdi əleyhissalam bu kitabı təsdiqlədiyi üçün bir çoxları üçün bu daha üstün bir dəlil kimi. İndi bu günləri hansısa bir şiə alimi bunu inkar etsə doğru edir yoxsa yox? Çünki o 12-ci imama qarşı çıxmışdır. Bax, bu tamamilə məzhəbi və fərdi bir baxış məsələsidir. Şiə inancına görə Mehdi əleyhissalam təsdiqlədiyi bir kitabı inkar etmək doğrudan da böyük bir risk kimi görülür. Amma Küfürdür. hər bir alim fərdi olaraq dəlillərə və təhlillərə əsasən mövqeyini bildirir. Bildim, Yəni dinin mövqeyini bildirə bilər, amma Mehdi Aleyhisselamı əgər Usul-i Kafini qəbul etməsə, içindəki olacaq hədisləri qəbul etməsə, o Mehdi Aleyhisselamın yalancı olduğunu ortalığa çıxartmışdır. Bəli, anlayıram. Şiə inancında Mehdi əleyhissalam bu kitabı təsdiqlədiyi üçün onu inkar etmək həqiqətən də ciddi bir ittiham kimi qəbul edilir. Amma təbii ki, hər bir alim fərqli kontekstdə və dəlillərə əsasən mövqeyini bildirir. Bu həqiqətən də çox incə və həssas bir mövzudur. Bəli, mən sənə təşəkkür edirəm, çox sağ ol. Sən də çox sağ ol, Ürəyim. Hər hansı başqa sualın... Mənə ürəyim demə, sənin ürəyin yoxdur. Oldu, təşəkkür edirəm sənə. Tamam. Oldu. Başa düşdüm. Sənə başqa bir şəkildə müraciət etməyəcəyəm. Nə vaxt lazımdırsa yenə kömək üçün buradayım. Oldu, təşəkkür. Gördüyünüz kimi hər kəs bunu ChatGPT-də öyrənə bilər. Deməli, mövzu budur. Mövzuya gəlirəm. Esselamu Aleyküm və Rahmetullahi və Barakatuh. Bugün inşallah şiələrin Peyğəmbər s.ə.v-in süd atası əqidəsini ispat edəcəyik. Onların belə bir əqidəsi varmış. Əllamə Kuleyni Usul-u Kafi kitabında birinci cilddə. Bu kitab Usul-u Kafi Əllamə Kuleyninin kitabıdır. Şiələrin məşhur alimlərindəndir.
İstəyirəm inşallah kitabın ön sözündə yazılan bir neçə kəlməni sizə çatdırım. Ön sözdə. Bu kitab önəmli xüsusiyyətlərdən biri odur ki, Muhammed Kuleyni Mehdi Sahib-əz-Zamanla bir dövrdə yaşamış, hətta bəzi mənbələrə görə onunla görüşmüşdür. Məhz bu alimlər kitabında daha düzgün səhih hədislər toplanmasından bir sübutdur. Bu kitab 12-ci İmam Mehdi Sahib-əz-Zamanın huzurunda yetişmiş. İmam kitabı öz mübarək nəzərindən keçirdərək tərifləmiş və bu kitab biz müsəlman ümməti üçün kifayətdir deyə buyurulmuşdur. Bu səbəbdən də kitabın həm çox düzgün hədislərdən toplandığı, həm də kifayət qədər mükəmməl yazıldığına aydınlaşdırır. Kitabın 10-cu əsrdə bu günə tək məşhur olması onun bir önəm daşımasını sübut edir. İnşallah hədisin özünə keçək. Səhifə 791, 27-ci məsələ, 1211-ci hədis. Əbu Bəsir Əbu Abdullahdan Cəfər Sadiq əleyhissalamdan belə rəvayət etmişdir. Peyğəmbər sallallahu əleyhi və səlləm doğulduqdan sonra bir neçə gün südsüz qaldı. Əbu Talib buna görə onu öz döşünə saldı. Allah Əbu Talibin döşündən süd axıtdı. Peyğəmbər sallallahu bir neçə gün ondan əmdikdən sonra Əbu Talib Sədiyyə qəbiləsinə mənsub olan Həlimə ilə qarşılaşdıqda əmizdirsin deyə Peyğəmbər sallallahu ona verdi. Bu yəni şiələrin Peyğəmbər sallallahu süd atası etiqadında olduqlarının sübutudur. Yəni heç kim bunu inkar edilməz. Yəni İmam Mehdi dövrünün zəmanəsinin imamları bunu təsdiq eləyib və böyük alimlər də kitabı təsdiq eləyib. Qardaş, belə bir şey vardı. Onda bunlar öz kitablarında niyə demirlər ki, Allah Rəsulunun süd anası, nəinki süd anası var, süd atası da var. Bu barədə niyə söyləmirlər bunlar? Yəni ki, öz etiqadlarından utandıqlarından ötürü gizlədilər və yaxud da inkar edirlər. İnkar etdikdə ya alimlərini, ya dövrlərinin, zamanələrinin imamlarını sözünü inkar edirlər, ya da özləri düzgün yolda deyil ki, öz alimlərinin yolları ilə getmirlər. Bu hədisin, yəni biz ön sözdə gördük ki, bu hədis toplumu bu kitabı Mehdi əleyhissalam oxuyub və bunu təsdiqləyib də. İndən belə bu kitabı kim yalansız saya bilər? Kim yalansız sayacaqsa, öz alimini yalanlayacaq və dövrünün imamının sözünü yalanlayacaq. Kim imamını, öz dövrünün imamını qəbul etməsə, şiələrin əqidəsinə görə də kafirdir. Cahillik, bəli. İslamda olmayan. Yəni orta yolda qalırlar da belə. Orta yolda budur ki, qəbul eləyəcəklər ki, Peyğəmbər sallallahu süd atası da olub. Süd atası olub. Əgər inkar eləsələr, onda zamanə imamını sözü inkar eləyəcəklər. O da buna gətirib çıxardır ki, küfür olan əqidəsi. Bəli, küfür. Məndən valla inşallah sizə kömək olsun. İnşallah bu ortada qalmaqdan sizi Allah bir yolla çıxartsın. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Esselamu aleykum və rəhmətullah. Usul-i Kafi bildiyiniz kimi və söhbət etdiyim kimi və hər kəs, hər bir şeyə bunu yoxlaya bilər. Usul-i Kafi 1-ci cilddə 1211-ci hədisdə nə var? Bu barədə mən 15 il bundan qabaq danışmışdım və bu kitabı da bir 15 il olmaz, bir 20 ilə yaxın olaraq aldım bu kitabı. Kitabı içini vərəqlədim. Deməli mövzu budur. Xəbəriniz var. Muhammed, Allahın salamı olsun ona və onun ailəsinə, nəinki süd anası olub, hətta onun süd atası olub. Bəli, bəli. Allah Rəsulü kişi döşü əmib. İmam Əlinin atasının döşündən süd əmib. Bəli, oxuya bilərsiniz və efirə də verəcəm. Ey sənmiş yerlər, bu usul-i kafini inkar edə bilməzsiniz siz. 12-ci imam bu kitabı oxuyub. Ön sözü də qoyacam, baxarsınız Allahın izni ilə. Bəli. Muhammedin, Allahın salamı olsun ona və onun ailəsinə süd atası da olub. Yəni, Peyğəmbərimiz kişi, yəni döşü əmib, kişidən də süd axıb,
Bu nə dindir? Allahu Ekber. Niyə Allah Rasulunu bu günə qoyursunuz? Niyə yəni yaxşı şeyləri İmam Hüseynə, İmam Əliyə aid edirsiniz, amma pis şeyləri isə Allah Rasuluna aid edirsiniz? Niyə? Sizin özünüz, öz oğlanlarınızı, öz qızlarınızı kişinin döşünə, yəni icazə verərsiniz əmsin. Subhanallah. Allah Resulü ilə nə qədər oynadınız siz? Nə qədər istehza, kinayə etdinsiniz? Qiyamət günü sizi gözləyəcək. Bu şiəlikdə qalaraq bu kitabı heç bir şiə alimi və şiə inkar edə bilməz. İnkar etsə təməl dağıldı. İnkar etsə tövhid inancı sizin bu kitablarınızdandır. 12-ci imamı qəbul eləməyəcəksiniz. 12-ci imam deyir ki, bu kitabı oxuyub və bu kitabın içərisindəki bütün olub bitənlər səhih və doğrudur. Subhanallah. Bu şiəlikdə qalaraq siz Allaha və onun Rəsuluna və onun əhli beytinə nə qədər şər və böhtan atdınız. Kanalımıza abunə olun. Lütfən kanalımıza abunə olun. Lütfən bu olub bitən hadisəni paylaşım eləyin. Qoy hər kəs görsün. Plus basın burada. Abunə olun ki, hər gün paylaşım eləyirəm, sizə gəlib çatsın. Peyğəmbərin sud atası, Peyğəmbərimiz kişi döşəmib. Ayıb, ayıb. Bizim qardaş oğlu da uşaqlarını yaman istəyir. İkinci oğlu olanda yazıq kişi uşağı o qədər qulluq elədi ki, axırda bədbəxtin öz döşlərinə də süd gəldi. Xoşbəxt adamsan dadaş, dünya verilişinə deyil. Geniş.